Azərbaycanın Ermənistana təhvil verdiyi Vigen Eolcikyan Yerevanda həyat yoldaşı ilə görüşüb. Livandan gələn Linda İman əri ilə 5 ildən sonra ilk dəfə görüşüb. Azərbaycan məhkəməsinin Qarabağda döyüşməkdə və terrorçuluqda ittiham edib 20 il həbs cəzası kəsdiyi Eolcikyan bu günlərdə digər 3 şəxslə birlikdə Ermənistana verilib. Diaspor komissiyasından Zahirə Sinanyan deyib ki, o da Eolcikyanla görüşüb əhvalı yaxşıdır. Dediyinə görə Eolcikyanın onurğası və boynu ilə bağlı problem var və gələcəkdə cərrahi əməliyyata ehtiyac ola bilər. Eolcikyanın Ermənistanda qalmaq istədiyi açıqlanıb. Artıq digər 3 şəxsə də ailə üzvləri baş çəkib, amma onlar mətbuata açıqlama verməyiblər. Azərbaycanlıları qətlə yetirməkdə ittiham edilərək 15 il həbs cəzasına məhkum edilmiş Vaqif Xaçatryanın qızı isə sosial mediada post paylaşıb. Atasının sağlıq durumunun qənaətbəxş olduğunu yazıb, ona gözaydınlığı verən izləyicilərinə təşəkkür eləyib. Ermənistanın Səhiyyə naziri Maryam Tsatryan deyib ki, Azərbaycandan təhvil aldıqları şəxslərin heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Bu günlərdə Ermənistanda Azərbaycan ordusunda muzlu kimi döyüşməkdə ittiham edib ömürlük cəza verdiyi 2 Suriyalı ilə bağlı oxşar qərar verib. Onlar Türkiyə vasitəsilə Suriyaya ekstradisiya ediliblər. Amma baş nazir Paşinyan bu iki hadisə arasında əlaqə olduğunu, bunun mübadilə olduğunu inkar edib.